Hörmətli izləyicilər, Qubada təşkil olunan Ulduz Cup beynəlxalq futbol turnirindən reportajımız davam edir. Gənclər və İdman Nazirliyi, AFFA və Ulduz Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir. Hazırda isə C qrupunda artıq son oyunlara start veriləcək. Bu meydançada Qırğızıstanın Sudoshor komandası ilə Özbəkistanın Baxtakor futbolçuları üz-üzə gəlirlər. Qeyd edək ki, Sudoshor ikinci turda Sabahla üz-üzə gəlib və oyun 2-2 hesabı ilə başa çatıb. İlk oyununda isə Kayrata 0-3 hesabı ilə uduzub bu komanda. Baxtakor isə ilk oyunda Sabahı 2-0 hesabı ilə məğlub edib. İkinci qarşılaşmada isə Sudoshorla 2-2 hesablı heç-heç edib. Maraqlıdır, qrupda vəziyyət 2 komandanın 4, 2 komandanın isə 1 xalı var. Görək bu qrupdan 4-də 1 finala yüksələcək komandalar hansı olacaq? Hələ ki, Qayratla Baxtakor komandalarının aktivində 4, Sabah və Sudoshorun aktivində isə 1 xal var. Baxtakor futbolçuları hücumdadılar. Baxtakor hücumdadır. Sağ cinahdan ötürmə, mərkəzə doğru hücum davam edir. İndi Sudoshor hücumdadır. Sol cinahdan hücuma çıxma cəhdləri göstərir. Başa-baş mübarizə izləyirik biz bu qarşılaşmada. Ümumiyyətlə, hər iki komanda turnirin qrup mərhələsi ərzində çox yaxşı çıxış edib. İləri ötürmə. İndi hər iki komanda həm müdafiədə, həm də hücumda kifayət qədər yaxşı təsir bağışlayırlar. Çox sağ olun. Baxır irəli doğru mərkəzdən birbaşa cərimə meydançasına ötürmə. Amma orada Baxtakorun futbolçuları var idi. Qarşılayırlar topu, hücum isə davam edir. Sudoshor rəqibi mərkəzdən irəliyə doğru irəliləməyə imkan vermir. Hələ ki, cərimə meydançasına da bir ötürmə. Yenə də orada Baxtakorun futbolçusu var idi. Geri ötürmə. Qapçı uzaqlaşdırır topu. Baxtakor futbolçuları sürətlə pressing tətbiq etmək istəyirlər. Out yerinə yetirildi. Top dirilməyib. Cərimə meydançasına ötürmə. Başla uzaqlaşdırılır top. Daha bir cəhd. Çox yaxşı alınmışdı, amma faydalana bilmir. Baxtakorun üzvü.
geridə qəbul edirlər. İndi hücum hazırlığındadır Paxtakor. Çox yaxşı bir vəziyyətdə topu ələ keçirirlər, amma hücumun davamı gəlmir. Uzaqlaşdırılır top. Ötürmə sol cinaha. Axtarır komanda yoldaşlarını, irəliləmir. Cərimə meydançasına ötürmə etdi. Cinah dəyişdi indi. Hücumun cinahını dəyişirlər. Paxtakor cərimə meydançasında təhlükə yaratmağa davam edir. İmkan vermirlər komandanın keçidinə. İki futbolçudan yayındı. Cərimə meydançasına daxil oldu, amma küncdən zərbə. Matvey Nikitin küncdən zərbəni yerinə yetirəcək indi. Cərimə meydançasında isə Paxtakorun 4 futbolçusu var. Duşor isə tam heyətlə müdafiəyə çəkilib. Ötürmə uğursuzdur. Top yan xəttdən meydanı tərk edir. Ötürmə irəliyə doğru. Hələ ki, bu dəqiqələrdə Paxtakor daha yaxşı təsir bağışlayır. Düzdür, hücumları elə də kəsərli alınmır. Buna səbəb isə Suduşorun tam heyətlə müdafiəyə dərhal çəkilməsidir. Və bəzi epizodlarda da elə müdafiədə qalmasıdır ki, Paxtakorun fərqlənməsinə mane olurlar. Amma indiki vəziyyətə baxası olsaq, Paxtakor hələ ki rəqibindən üstündür ilk hissədə. Amma oyunun tempi, dinamikası isə öz yerindədir, sürətli şəkildə davam edir. Ötürmə irəliyə doğru. Zərbə. Keçmədi. İrəliyə ötürmə, qüvvətli alındı. Döyüş dayandırıldı. Oyundan kənara vəziyyət. Yan xəttdən top meydanı tərk etdi. Birbaşa cərimə meydançasını ötürmə etdi. İndi Nikitin zərbəsini qapıcı dəf etdi. İkinci belə bir cəhdidir onun. Qapıya uzaqdan zərbə. Bu dəfə də qapıcı imkan vermədi Paxtakorun hesabda irəli keçməsinə. Küncdən zərbə.
Ötürmə cərimə meydançasına. Top ələ keçirilir. İki futbolçunun əhatəsindədir. Qapıya zərbə. Bu dəfə də olmadı. Futbolçuların arasındakı anlaşılmazlıq. Yaxşı keçidlər izləyirik biz. Paxtakor üstünlüyünü davam etdirsə də hesabda irəli keçə bilmir, hesabda üstün ola bilmir hələ ki. Tuncdan zərbə yerinə yetirir. İndi xeyr. Out yerinə yetirir. Dujor. Bu cərimə meydançasına ötürmə qəbul olunur. Qapıya doğru zərbə. İkinci belə bir cəhd uzaqlaşdırıldı. Dujor'un hücumunu izləyirik. Uzaqdan qüvvətli zərbə. Çox yaxşı alınmışdı amma top qapıdan aralı keçdi. Paxtakor indi hücumdadır. Sağ cinahdan. Ələ keçirilir top. Yaymağa çalışır rəqibindən. İki futbolçu onun keçidinə imkan vermədi. Topu ələ keçirirlər. Əzmkarlıq göstərir Paxtakor. Mərkəzdən cərimə zərbəsi yerinə yetiriləcək. İrəliyə ötürmə. Qapçı yumruqları ilə uzaqlaşdırır topu. Amma cərimə meydançasında mübarizə davam edir. Hələ də təhlükə keçmiş sayılmır. Uzaqlaşdırırlar yenə də. Dujor imkan vermir. Gücdən zərbə yerinə yetirəcək indi Qırğızistan klubu.
İndi Partakor hücumdadır. İmkan vermirlər. Dərhal top yenidən Partakorun cərimə meydançasına daxil olur. Qapıcıdadır. Hazırda qüvvətli zərbə ilə topu irəliyə vurur. Out. Ötürmə edildi. Cərimə meydançasından uzaqlaşdırılır top. Partakor hücumdadır indi. Duşor mərkəzdən irəliyə doğru çıxmağa cəhd göstərir, amma maraqlısı budur ki, hazırda Partakor da irəliləməkdə çətinlik çəkir. Duşorun ilk hissənin yarısından sonra əzmkarlığı Partakorun da irəliləməsinə imkan vermir. Qarşılaşma başlayanda Özbəkistan komandası daha sürətli və çevik hücumlarla yadda qalırdı. Həm cinahlardan, həm də mərkəzdən rəqibin qapısına yol tapmağa çalışırdılar, amma hazırda biz müdafiə futbolunda Duşorun da uğurlu olduğunu görə bilərik. İki futbolçunun əhatəsindən baxın necə çıxartdı. Təhlükəni sovuşdurdu Duşorun üzvü. Uzun ötürmə yenə də alınmır. İlerləməyə cəhd göstərir. Qırğızistan təmsilçisi. İki rəqibindən keçdi. Zərbəsini də indirdi, amma top qapıdan xeyli aralı keçir. İrəliyir Partakorun üzvü. Ötürməsi də yaxşı alındı. Sol cinahdan hücuma çıxır Partakor. Cərimə meydançasına daxil oldu. Bir neçə futbolçu var cərimə meydançasında. Ötürməsi uğurlu olmadı. Hücum isə davam edir. Zərbə. Xeyr, zərbə deyildi. Ötürmə xarakterli zərbə izlədik biz, amma komandanın 9 nömrəsi topu Musabekov idi. Topu istədiyi kimi qapıya göndərə bilmədi. Top qapı xəttindən meydana oyuna daxil olacaq. İndi Duşorun qapıcısı topu oyuna daxil edir. İrəliyə qüvvətli ötürmə. Top Partakorun oyuncusundadır. Ötürmədə dəqiqlik olmadı. Yenə də mərkəzdə başa-baş mübarizə. Hər iki komanda mərkəzdə. Qapıya birbaşa zərbə. Hər iki komanda mərkəzdə istədiyi kimi topu ələ keçirə bilmir. Çünki ələ keçirdiyindən dərhal sonra rəqib topu alaraq irəliyə doğru uzaqlaşdırır. Və yaxud da tam əksi. Rəqib komanda eyni şəkildə həm hücum qurmağa, həm də müdafiə olunmağa çalışır. İrəliyə uzun ötürmə. Gördü komanda yoldaşını, amma ötürmədə dəqiqlik alınmadı.
Hissedici isə Paxtakor cinah dəyişməyə çalışır. Çünki sağ cinahdan artıq Suduşor çox yaxşı müdafiə olunur. Ona görə də müdafiəni qırmaq məqsədi ilə hücumlarını artıq sol cinahdan qurmağa çalışır Paxtakor. Ötürmə ünvansız idi. İrəliyə qüvvətli ötürmə. Cərimə meydançasında təhlükə yarada bilər Paxtakor futbolçuları indi uzaqlaşdırılır top qapıcı tərəfindən. İlk hissənin yekunlaşmasına çox az vaxt qalır. Cərimə meydançasına daxil olur, ötürməsini etdi, amma imkan vermir müdafiəçilər bu dəfə də. Və beləliklə ilk hissə başa çatır. Paxtakor Suduşor qarşılaşmasında ilk hissə yekunlaşır. Hələ ki heç bir komanda hesabı aça bilməyib. Fasiləyə yollanaq görə ikinci hissədə bu komandalar nə edəcəklər? Beləliklə qrup mərhələsinin 3-cü turunda C qrupunda Paxtakor Suduşor qarşılaşmasında fasilə başa çatır. İkinci hissənin startı verildi. Birbaşa qapıya zərbə. Birbaşa qapıya zərbə. Mərkəz xəttindən, amma hakim tərəfindən qəbul olunmur. Ardıcıl hücum isə Paxtakor yerinə yetirdi. Onu da qeyd edək ki, Gənclər və İdman Nazirliyi AFFA və Ulduz Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən Ulduz Cup turnirində artıq qrup mərhələsinə bugün yekun vurulur. C qrupunda 3-cü turun oyunları keçirilir. Bu görüşlərdən sonra artıq C qrupunda da mübarizə başa çatacaq və növbəti saat ərzində A qrupunun 3-cü turu keçiriləcək. Həmin qarşılaşmalar da Gənclər və İdman Nazirliyinin rəsmi YouTube kanalı vasitəsilə izləyicilərimizə canlı şəkildə təqdim olunacaq. Paralel keçirilən görüşdə isə Sabah Kayratla üz-üzə gəlir. Hələ ki ilk hissədə vurulan bir qolla Kayrat irəlidədir. Out yerinə yetirildi. Paxtakor futbolçuları indi cərimə meydançasına daxil olmağa çalışırlar. Ötürmə irəliyə. Suduşor futbolçuları müdafiədə hələ ki etibarlıdırlar. Daha bir zərbə. İndi top elə keçirilir. Qırğızistan təmsilçisi sürətdə rəqibinə uduzdu.
Paxtakorun futbolçuları indi pressing tətbiq edirlər. İrəlidə rəqibə doğru topu rəqibin meydanın rəqibə aid olan hissəsində ələ keçirib əks hücumda fərqlənməyə çalışmaq istəyirlər. Alt yerinə yetirildi. Ötürmə cərimə yönəşəsinə başla zərbə effektiv alınmadı. Uzaqlaşdırılır top. İndi Paxtakor yenidən hücumunu qapıya doğru zərbə ilə tamamladı, amma uğurlu alınmadı. Özbəkistan klubunun cəhdi. El yetirmə. Oradan birbaşa qapıya zərbə indirdi, amma qapıdan zərbə ilə Paxtakor futbolçuları oyuna başladılar. Ötürməsi keçmir. İki futbolçudan topu almağa cəhd göstərir. Komanda yoldaşı dəstəyə gəldi. Topu aldılar. Keçməyə çalışırlar. Qarşılıqlı yaranıb. Uzaqlaşdırılır top. Axtarır komanda yoldaşlarını. Topu itirməyib hələ ki. Bir rəqibini keçdi. İkincisindən yayında ötürmə zamanı səhvə yol verir. Top yenə də uzaqlaşdırılır. Mərkəzdə topu komandanın 9 nömrəli futbolçusu qəbul etdi. Komanda yoldaşına ötürmə. Sağcını atan hücuma çıxdılar. Paxtakor futbolçulara imkan vermədilər. Yan xəttdən top meydanı tərk edir. Out yerinə yetirəcək. Duşor. Ötürmə. Şübhəsiz zərbə ilə uzaqlaşdırırlar topu. Sol cinaha ötürmə. İndi orada Paxtakorun bir futbolçusu var və hesab açılır. Cərimə meydançasında topu ələ keçirən komandanın 10 nömrəli futbolçusu Azammatov hesabı açır. Timurbek Azammatov. Adi bir vəziyyətdə rəqibin müdafiəsində yaranan boşluqdan istifadə edərək topu rəqib qapısından keçirdi. Meyrəliyə doğru. Yenə də cərimə meydançası yaxınlığında top ələ keçirirlər. İmkan vermir rəqibini keçidinə. Top itirilməyib. Yayınırı bir rəqibindən ötürməsini də etdi. Paxtakorun bir futbolçusu vardı cərimə meydançasında. İrəliyə vurur topu. Amma vurduğu istiqamətdə heç bir komanda yoldaşı yox idi. Out yerinə yetirir Paxtakor.
İrəliyə ötürmə. Paxtakorun 2 futbolçusu var idi. İndi hücumda çoxalırlar. Yenidən qapıya zərbə uğurlu olmadı. Top qapı xəttindən oyuna qaytarılacaq. Qapıcı tərəfindən Sülüşorun qapıcısı. İndi topu oyuna daxil edəcək. Sağ cinahda topu qəbul etdi. Axtarır komanda yoldaşlarını, amma Paxtakor futbolçuları keçidə imkan vermirlər. Yenə də out. Eyni mövqeydən. İrəliyə doğru uzun ötürmə etdi. Outdan. Yenə də out. Ötürmə mərkəzə. İndi sağ cinahdan hücuma çıxa bilərlər. Mərkəzdən irəliləyir komanda üzvü. Qapıya zərbə. Uğurlu alınmır. Ötürmə etdiyi mövqeydə heç bir komanda yoldaşı yox idi. Ona görə də Paxtakor topu ələ keçirir. Sağ cinahdan qapı önünə ötürmə. Yenə də uzaqlaşdırılır və top meydanı yan xəttdən tərk edir. Görüş dayandırıldı. Out yerinə yetirilməlidir. Out yerinə yetirildi. Paxtakor indi hesab arasındakı fərqi çoxaltmağa çalışacaq. İkinci hissədə hələ ki 1-0 hesabı ilə öndədir Özbəkistan klubu. Yenə də boşluq. Komanda yoldaşına ötürmə. Qapıya zərbə və 2-0. Bir neçə saniyə əvvəl dedim ki, Paxtakor fərqi çoxaltmağa çalışacaq. Çünki rəqibi irəlidə qarşılayıb, həm əks hücumda, həm də cinahlardan yaratdığı hücumlarda çox təhlükəli və effektiv oyun sərgiləyirdilər. 2-0 Paxtakor öndədir. Əgər oyun Paxtakorun xeyrinə başa çatsa, Özbəkistan klubu qrupdakı xallarının sayını 7-yə çatdırır. Qapıya yenə də zərbə. Qapıcı inamlı təsir bağışladı. Hücum davam edir. Ötürmə geriyə. Uzaqdan qapıya zərbə. Top meydanı tərk edir. Paralel oyunda isə vəziyyət dəyişməyib. Kayrat komandası sabahla oyunda 1-0 hesabı ilə öndədir hələ ki. Əgər o oyunda da hesab bu şəkildə başa çatsa, Kayrat qrup lideri kimi, Paxtakor isə ikinci yerin sahibi kimi 4-1 finala yüksələcək. Yenə də out.
Duşor topu təhlükəli zonadan uzaqlaşdırır. Dərhal müdaxilə olunur və keçidə imkan verilmir. Daha bir qüvvətli zərbə izlədik. Qapıcının sayıqlığı sayəsində hesab dəyişmir. İkinci zərbəsi yerinə yetirəcək Paxtakor. Daha bir standart vəziyyət. Ötürmə cərimə meydançasına. Duşorun futbolçular qarşılayırlar qapıya zərbə. Qapıcı yerindədir. Paxtakorun növbəti hücumunu izləyir. Sağ sol cinahda olan komanda yoldaşını gördü. Ötürməsini də etdi. Uzaqlaşdırırlar. Ümumiyyətlə, ikinci hissə ərzində Paxtakor rəqibin mərkəz xəttini keçməsinə belə icazə verməyib. Tamamilə müdafiəyə çəkilib. Qırğızistan təmsilçisi qapıya daha bir zərbə izlədi. Yenə də uzaqlaşdırılır top. Yaxşı qəbul etdi. Komanda yoldaşını yaxşı gördü. Ötürməsi sol cinaha. Çatmaq lazımdır topa. Cərimə meydançasına ötürmə. Qapıcıdan keçdi. Başda zərbə. Top yan xəttdən meydanı tərk edir. Out. Duşorun ümumiyyətlə hücuma çıxmasına imkan verir Paxtakor. Uzaqlaşdırırlar topu. Duşor indi hücum hazırlığındadır. Yenə də imkan verilmir. Ümumiyyətlə Paxtakorun qapıcısı bugün çox rahat bir şəkildə sadəcə olaraq komandasının oyununu izləyir. Amma Duşorun qapıcısı üçünsə bunu demək olmaz. Cərimə meydançasına daxil olur, ötürməsini etdi. Zərbə. Top qapıcı tərəfindən dəf edilir. Nisbətən qısa boylu da qapıcısı var Duşorun. Amma buna rəğmən hücumlar zamanı çox yaxşı təhsil bağışlayır bu futbolçu. İndi Duşor hücumdadır. İki futbolçu var yanında. Dərhal uzaqlaşdırılır top. Yan xəttdən outdan daxil edəcək Duşor futbolçuları. Topu oyna. İrəli ötürmə. Əvəzləmə olacaq Paxtakor heyətində. İrəliyə doğru ötürmə. İmkan vermir Paxtakor futbolçuları. İndi daha bir hücum izləyirik. Qapıya zərbə. Yenə də qapıcının müdaxiləsi növbəti qolun reallaşmasının qarşısını aldı. Əhsən düşür bu qapıcıya. Baxmayaraq ki, 2 qol buraxıb, amma Duşorun heyətində ən yaxşı çıxış edənlərdən biridir.
Cəza meydançasına ötürmə, başla zərbə, yenə də qapıcı və qapı xəttində dayanan müdafiəçi real qol vəziyyətinin yaşanmasının qarşısını aldı. Üstünçor hücumdadır. Keçidə imkan vermirlər. Sağ cinaha ötürmə. Hücum davam edir hələ ki. Ötürmə mərkəzə. İrəliyə doğru uzun ötürmə izlədik. Paxtakorun futbolçuları çox yaxşı çıxış edirlər. Qapıya zərbə. Yenə də Paxtakor hücumdadır. Ardıcıl. Demək olar ki, ikinci hissədə biz ancaq və ancaq Paxtakorun ardıcıl hücumlarını izlədik və beləliklə qarşılaşma yekunlaşdı. Paxtakor komandası 2-0 hesabı ilə Qırğızistan kollektivi Sduşoru məğlub etdi və beləliklə C qrupunda da qarşılaşmalar yekunlaşdı. Üçüncü turun oyunlarını başa çatdı. Bir qədər sonra isə A qrupunda 3-cü turun qarşılaşmaları keçiriləcək. Həmin oyunlar da Gənclər və İdman Nazirliyinin YouTube kanalı vasitəsilə canlı şəkildə izləyicilərə təqdim ediləcək. Həmin görüşlərdə eşidilənədək hələlik.